Java kodu necə icra olunur? Biz Javada source code, bytecode və machine code anlayışları var. Bu source code nədir? Buradan başlayaq. Source code, nəzəri dildə desək, insanın başa düşə biləcəyi bir koddur. Yadınızdasa, keçən dərs mən sizə demişdim ki, bir Java kodu .java sonluqlu fayllarda saxlanılır. Bunu isbatı da çox asan idi. Deməli, isbatı bir daha göstərirəm. Bu bizim proyektimizdir. Bunu alıram sağa və proyektimizin saxlanıldığı yer var idi. Bu Documents, Java 21, az.turing, aha. Bunu da alıram sola. Bax, burada ID var, burada da var. Bu git nədir? Bu git başqa bir mövzudur. Eynisi burada var. Bunu keçəcəyik növbəti dərslərdə. Buna hələ ki baxmırıq. ID burada da var. Sırıcı burada da var. Gəlin bunu bağlayayım, daha maraqlı olsun. Target, buradakı target, git ignore və pomxml buradakılar. İndi mən bu sırıcının daxilini görmək istəyirəmsə bunu açıram. Gəlirəm bura. Eyni qayda main test. Bunu da daxilini açıram. Java resources. İndi bu Java'nı açıram. ORG, buradakı ORG. Bunun daxilinə gedirəm. Example. Bunun daxilinə gedirəm. Lesson 1, lesson 2. Misal üçün burada lesson 1 var. Tamam. Lesson 1.java. Bu oldu source code. Yəni source code odur ki, insanın başa düşə biləcəyi bir kod. Yəni mən tutalım system.out.println daxilində bir dənə salam dünya sözünü yazıram da, düzdürmü? Bunu mənim başa düşə biləcəyim bir şeydir. Yəni salam dünyanı mən başa düşürəm. Amma onun saxlanıldığı yer nə olur? .java sonluqlu fayllarda saxlanılır. Yəni nəzəri olaraq desək ki, source code nədir? .java sonluğunda saxlanılan, insanın başa düşə biləcəyi bir koddur. İndi bytecode nədir? Biz compiler keçmişdik. Yəni source kodu bytecode'a çevirən vasitə compilerdir. Yəni arada bir tərcüməçi olmalıdır. Bu .class sonluqlu fayllarda saxlanılan məlumatlar. Bu bytecode nədir? Deməli, artıq .class sonluqlu fayllara çevrilən zaman insan bunu başa düşmür. Amma eyni zamanda maşın da bunu istifadə edə bilmir. Çünki bizim maşınımız nə ilə işləyir kompüterlər? Sıfırlar və birlərlə. Bytecode odur ki, insanın başa düşə bilməyəcəyi, eyni zamanda proqramın da istifadəsinə yararlı ola bilməyən .class sonluğunda saxlanılan məlumatlar. İndi bu bytecode'dan sonra işə nə düşür? JVM düşür. Yəni .class sonluqlu fayllarda olan məlumatları sıfırlara və birlərə çevirir və machine kod sıfırları və birləri icra edir. Bir Java kodu source koddan başlayır, machine kodda bitir. Deməli belə, dərsimizə davam edək. Java platformadan asılı dil deyil. Nədir bu platformadan asılı olmamaq? Əvvəlcə onu deyim ki, Java'nın platformadan asılı olmamasının səbəbi, yəni bu vasitəni ona təmin edən JVM-dir. Java Virtual Machine. Java JVM vasitəsilə platforma asılılığını özündən azad edir. İndi nədir bu? Ona baxaq. Deməli, biz dedik ki, bizim məlumatlarımız, yəni source code ilkin variantda .java sonluqlu fayllarda saxlanılır. Compiler onu götürüb bytecode'a çevirir, yəni .class sonluqlu fayllara. Burada işə kim düşür? JVM. JVM də həmin .class sonluqlu faylları istərsə Windows'a, Linux'a, Mac'ə göndərə bilər. Yəni hər hansı bir platformadan asılı deyil. Bunu təmin edəndə nə oldu? JVM. Baş şəkildə də gördüyümüz kimi. Belə. Tamam, dərsimizə davam edək. Deməli, dərsimizin ikinci hissəsi Java'da data tipləri nədir və hansı növ data tipləri var? Bununla başlayacağıq. Deməli belə, məsələyə ilk öncə real həyat nümunəsinə baxaq, daha sonra koda keçərik. Bax, biz birinci sinifə gedən zaman, yəni məktəbə gedən zaman bizə ilk olaraq nə öyrədilər? Hərflər, saylar, yəni tam ədədlər, kəsr ədədlər, bir şeyin doğru olub olmadığını, cümlələr, cümlənin sonunda nöqtə və s. İndi eyni qaydada mən bu kimi ifadələri proqramla işləyən zaman bunları proqrama demək üçün mənim istifadə edəcəyim bir sıra vasitələr var. Biz bu vasitələrə Java'da data tiplər deyirik.
Java'da 7 fərqli data tip var. Bunlardan deməli, byte, short, int və long tam ədədlər saxlayan data tiplər, double və float kəsr ədəd saxlayan tiplər, hərfləri ifadə eləmək üçün, yəni cümlələr ifadə eləmək üçün string və char və bir də məntiqi tipimiz var, boolean. İndi gəlin kod üzərindən davam eləyək. Bunları ifadə eləməyə çalışaq. Bu bizim 3-cü dərsimizdir. Buradan bir dənə paket açaq. Paket açmağın da yolu burada example. Burada sağ tıkladım. New. Burada paket. Lesson 3. Tamam. Lesson 3'üm yarandı. İndi bunun daxilində class açıb iş görmək istəyirəmsə, paketin üzərində sağ vurdum. Buradan new class səsinə gəldim. Və diqqət edin, paketin adı balaca olur. Balaca hərflər olur, hamısı. Amma klassın başlanğıc hərfi mütləq şəkildə böyük olmalıdır. İndi biz bura nə edək? Main adı verək. Tamam. Biz demişik ki, bir klassın daxilində cəmi bir dənə main metodu ola bilər. Amma biz example olaraq, yəni nümunə hal-hazırda nümunə iş gördüyümüz üçün istənilən sayda, yəni class açıb ona main metodu əlavə edə bilərik. Main metodu əlavə eləməyin ən sadə yolları, burada mən əlimlə yazmaq yerinə public static void main, bax bunu. Burada məsələn main metodu var. Bax burada yoxdur. Burada olmalıdır. Bunu əllə belə yazmağa ehtiyac yoxdur. Bunun sadə qısa yolları var. Bunun üçün mən PSVM deyirəm. Enter'i bastım. Mənim üçün yaratdı. Belə də eləyə bilərəm. Bir də elə təkcə main yazdım. Enter'i bastım. Mənim üçün main yaratdı. Yəni mən burada public, static, void, main sözlərini yazdıda saxlamağıma ehtiyacım yoxdur. Bu belə. İndi bizim ilk öyrənəcəyimiz şey nə idi? Data tiplərdə byte, short, int, long. Gəlin bunlardan davam edək. Byte, short, int və long. Deməli, byte ən kiçik tam ədəd saxlayan data tipimizdir. Hansı ki, -128-dən müsbət 127-yə qədər ədədləri özündə saxlaya bilir. -128 və müsbət 127. Bunun qarşısına bir dənə mənfi qoyaq. Və müsbət 127. Tamam. Soruşa bilərsiniz, niyə bu 127-dir? Çünki arada 0 var. Bu 0-da 1, bunun biri artıq 0-da istifadə olunur. Gəlin, məsələn, mən yazıram byte a bərabər 5. Və Java'da demişdik ki, bir cümlənin fikrini bitməsini ifadə eləmək üçün nöqtə qoyuruqsa, Java dilində də bunu mən nöqtəli vergülla bitirməliyəm. Artıq buradakı qırmızı getdi. İndi gəlin bir dənə mənfi ədəd verməyə çalışaq. B bərabər -10. Bir problem varmı? Yox. İndi bunları görməyə çalışıram. Cout A, Cout B. Tamam. Buradan run düyməsini basıram. Baxaq bir problemimiz varmı? Hər ikisini gördüm. İndi biz bu aralıqda dedikdə bu ədədlər saxlaya bilirik. Gəlin bunu eləyim mən. Məsələn 135. Avtomatik olaraq nə olur? Deyir ki, xəta verir ki proqram. Yəni sən maksimum 127 saxlaya bilərsən. 127-dən artıq saxlaya bilməzsən. Bax burada 127 bir problem yaratmır. Bunu 128 edirəm, avtomatik xəta verir. Və ya bu olsun 127. Eyni qaydada bunu -128 edirəm, bir problem yoxdur. Amma bunu bir dənə artırıram, avtomatik proqram xəta verir. Bu oldu byte. Bu problemi məsələn deyəlim ki, biz həll eləmək istəyiriksə, yəni bu byte-ı bir dənə short eləyəcəyik. Problem aradan qalxdı.
Short soruşsanız ki, nə qədər özündə, yəni aralığı nə qədərdir? Shortun aralığı deyəsən belə bir şey olmalıdır. Short mənfi 32 mindən 32 min. Müsbət 32 min, dəqiq bilmirəm nə qədərdir. Bu aralıqda bir şeydir. Məsələn, mən bura shorta 33 min yazım. Problemli. 32 min yazım. Bir problem yoxdur. 32.360 necə belə bir şey olmalıdır. Yəni bunu tam olaraq yadda saxlamağa ehtiyac yoxdur. Bunu görmək istəyirəmsə, burada mən hazır tapmışdım sizin üçün. Burada ver, yəni mənfi 32.768, müsbət 32.767. Int nə qədər saxlayır? Mənfi 231. Bu da təxminən 2 milyard olmalıdır deyəsən. Long ən uzunudur, ən böyüyüdür, belə desək, tam ədədlər saxlayan. Bu belə. Gəlin məsələn bu 32.000, 33.000 eləyək. Problemdir, düzdürmü? Bunu int ilə dəyişirəm. Problem aradan qalxdı. Intin də amma limiti var da. Avtomatik xətadır. Bunu silirəm. Xəta aradan qalxıb. Bu art. Deyəlim ki, məsələn mən bu neçədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə sır varsa, bilmirəm dəqiq nə edir bu. Nəysə. Bunu indi dəyişmək, məsələn, problemi aradan qaldırmaq istəyirəmsə, bunun qarşısına atıram bir long. Problem aradan qalxırmı? Əslində qalxmalıydı, qalxmır. Amma longun bunlardan byte short intdən fərqli bir dənə özəlliyi var. Biz bu ədədi ifadə eləmək üçün bunun sonuna böyük və ya kiçik el yazmalıyıq. Bax, el yazdım, problem aradan qalxdı. Kiçik el yazıram. Bu bunu sarı verir, deyir ki, böyük el yazmaq lazımdır. Tamam. Bu belə. Bunlar oldu bizim tam ədədlər saxlayan data tiplərimiz. İndi, fərz edin ki, bizim, məsələn, hər şey tam ədəd deyil ki, tutalım bir kitab düşünək. Məsələn, kitabın qiyməti 10 manat da ola bilər, amma 10 manat 50 qəpik də ola bilər. Mən, məsələn, bu tam ədədlər saxlayan byte, short, int və ya longdan istifadə edib 10 manat 50 qəpik, yəni 10.5-i saxlamağa çalışım. Məsələn, ən kiçiyindən istifadə etməyə çalışaq elə. Byte A bərabər. Bunu silirəm. 10.5. Xəta verir. Çünki bu byte özündə tam ədəd saxlayır. Burada özü sənin üçün verir. Double. Double nə oldu? Özündə kəsrədə saxlayan bir data tip növü. Və bizim artıq problem aradan qalxdı. Bunu run eləyə bir dənə baxaq. 10.5. Tamam. Deməli, bizim double'dan başqa bir də floatımız var idi. Gəlin ona baxaq. Özün kəsr ədədlər saxlayan double və floatımız var idi. İndi floata baxaq. Floatın da double'dan bir sıra fərqləri var. Ona da baxacağım. Baxacağıq daha doğrusu. 10.6 yazmağa çalışıram. Xəta verir. Bax, necə ki burada long bu byte short intdən fərqlənirdisə, yəni sonuna el yazmaq lazım idisə, burada da belə bir söhbət var. Yəni, bunu tanıtmaq üçün ya mən bunun sonuna f yazmalıyam, ya da əvvəlinə float yazmalıyam, tanısın deyə. Problemi aradan qaldırmaq üçün. Ya da ki, daha qısa variantı, bunun sonuna bir dənə f yazmalıyam. İndi tanıdım. Əslində, bu elə də önəm daşımır. Bunu bilməyiniz sizin üçün kifayətdir. Yəni, mən 2 il ərzində kod yazıram. 2 ildən artıq bir müddət Java ilə məşğulam. Amma hələ indiyə qədər bu float'u hardasa istifadə edədiyim yadıma gəlmir. Sadəcə bilirəm ki, belə bir data tipi var. Bu belə. Gəlin, indi bunları bir dənə ekrana vereyim. Bunu da B verim. Bir problem yoxdur. Tamam. Sonra İndi soruşarsınız ki, yaxşı, biz ədədləri ifadə elədik, tam ədədlər, kəsr ədədlər ifadə elədik. Yaxşı, mən söz ifadə eləmək istəyirəmsə, onda nə, hansı data tiplərini istifadə eləməliyəm? Bu zaman bizim köməyimizə char və ya string gəlir. Aha.
İndi baxaq nəyə? Char və string. Bu string əslində çox böyük bir mövzudur. Bunun haqqında növbəti dərsdə ümumiyyətlə bunun haqqında olacaq. Tam bir dərs stringə ayıracağam. Məsələn, char s bərabər, burada dırnaqla verilir bu. Y. String text bərabər hello world. Aha. Bu yazılış formaları bu cürdür. İndi mən buraya 2 dənə simvol əlavə eləmək istəsəm, avtomatik xəta verir. Bu char simvol tipi, yəni char data tipi daha doğrusu, özündə yalnız və yalnız bu tək dırnağın arasında bir dənə simvol ola bilər. Fərqi yoxdur, bu rəqəm olsun, simvol olsun, hərf olsun, heç bir önəmi yoxdur. Amma nəticə etibarilə bir dənə ola bilər. Boş da saxlaya bilmərik. Bura rəqəm də yaza bilərəm. Hərf də yaza bilərəm və simvol da yaza bilərəm. Amma bir dənəsini yazmalıyam mütləq. Bu belə. Yaxşı, bizim yəni cümlələrimizdə olan sözlər adətən tək hərfdən ibarət olmur axı. Onu ifadə eləmək üçün biz stringdən istifadə edirik. Hello world. Bura istənilən sayda deməyim. Yəni kompüterdə RAM yaddaşı nə qədər yer tutursa, yəni nə qədər icazəsi varsa RAM-da, həmin RAM-ın icazə verdiyi yaddaş qədər biz bura mətn əlavə edə bilərik. Nə qədər istəsən yaz, yəni yaddaşa uyğun olaraq. Bu belə. İndi sonuncu bir dənə tipimiz var idi, boolean. Bundan əvvəl biz bunları ekrana verək. Məsələn, bu nə idi? S. Tamam. Bu nə idi? Text. Bunları kommentariya alıram. Kommentariyada almaq üçün Ctrl/, bunu seçirəm. Hansı bölgəni kommentariya almaq istəyirəmsə, option. Ctrl və slash. Bu sağda shift düyməsinin solundakı ilk düymə. Sual işarəsi yazdığımız İngilis əlifbası ilə. Avtomatik olaraq Ctrl/ vurdumsa, bu seçilmiş bölgəni kommentariyaya alır. Mən bunu run edeyim, bir dənə baxaq. Aha. Buradakı simvolu da çapa verdi. Burada. Bu tekstimiz də çapa verdi. Deməli, son olaraq bizim boolean tipimiz var. O nədir bəs? Məntiqi tipimiz. Gəlin onu da yazaq. Bu boolean məntiqi tipimiz bizim yalnız və yalnız 2 dəyər saxlayan bir tipimizdir. B bərabər true, boolean T də bərabər false. Yəni bu boolean bu true və false-dan başqa heç bir dəyər saxlaya bilməz. Əslində saxlaya bilir, amma indinin mövzusu deyil. Onu da növbəti dərslərdə göstərəcəm. Bax, belə bir şey elədim. Avtomatik xəta verir. Nədir bu növbəti dərsdə deyəcəyim bir şey? Bu booleanın böyük bir tipi var. Wrapper tayfa deyirlər buna. Məsələn, U deyirəm buna. Bunlardan başqa bir də bunu saxlayacaq bir şey budur. Null. Yəni true false-dan başqa. Bu null da ayrı bir mövzudur. Bu da növbəti dərslərin mövzusudur. Sadəcə indi example olaraq göstərdim. Bunu hələ ki unudun. Bizim hal-hazırda bu boolean tipimiz true və false-dan başqa heç bir dəyər saxlaya bilmir. Bu belə. Deməli, bugünkü dərsimiz nə oldu? Java-da data tiplər, hansı növ data tipləri var? İlkin olaraq öyrənə biləcəyimiz. Onların biz nümunələrini göstərməyə çalışdım. İndi son olaraq sizə bəzi tapşırıqlar verəcəm. Tapşırığınız nədir? Deməli, class yaradırıq. Bu adlarda car, book, student, table, TV və bunları da sizin seçiminizə buraxıram. Bunların üzərində example olaraq data tiplərdən istifadə edərək ifadə eləməyə çalışarsınız. Məsələn, götürək car. Class yaratmaq da ki, burada sadə bir şeydir. Yəni, paketin üzərinə gəlin, sağ vurdun, new, Java class. Tutalım car. Məsələn, car'ın nəyi var? Burada main metodunu yaratmaq üçün nə edirəm? Main yaratdım. Bir car'ın nəyi ola bilər? Məsələn, qiyməti. Qiyməti
tam ədəd vermək yəni normaldır da. Yəni məsələn maşın alanda onun yanına qəpik qoymayacaq ki, ya 4000 olacaq, 5000 olacaq, yəni tam ədəd olacaq. İndi maşın minimum dedim mən. Amma düşünmək lazım. Məsələn, bu tam ədədsə bizim hansı növ data tiplərimiz var idi? Byte, short, int, long, düzdürmü? Mən bura götürüb byte verə bilmərəm. Çünki maşının qiyməti, normal sürülə bilən maşının qiyməti ən azı 3000-4000-dən başlayır da, yəni. Ona görə mən buraya nə etməliyəm? Ən azından short verməliyəm ki, bu dəyər mənimsədilə bilsin. Da götürüb bura double verməyin yeri yoxdur. Yəni maşının qiymətində qəpik olmayacaq ki. Bu belə. Yəni bu məntiqi düşünməyinizi sizin üzərinizə buraxıram. Mövzunuz nədir? Məsələn, tapşırığınız ümumiyyətlə burada olan klass adlar adında klassları açırsınız. Məsələn, karı açdım mən. Tutalım. Bir maşının nəyi ola bilər? Neyimi ola bilər? Daha doğrusu neyim deməyim, model deyim. Bərabər tutalım BMW F30 tutalım. Markası ola bilər. Marka. Və ya qiyməti ola bilər, rəngi olsun, motoru, hər hansısa yəni indi. Və ya book olsun. Book'un yazarı kimdir? Onu ifadə eləmək üçün necə ifadə eləyə bilərəm? Qiyməti nə qədər ola bilər? Məsələn, kitabın qiyməti 10 manat ola bilər, 10 manat 50 qəpik ola bilər. Deməli, sən bunun qiyməti nə ilə götürməlisən? Double ilə götürməlisən və ya float ilə götürməlisən. Düzdürmü? Yəni, bu ümumiyyətlə sizin tapşırığınızdır. Tapşırığınız ondan ibarət oldu ki, bu adlarda klass açırsınız. Bu bir kitabın, bir maşının, bir studentin, bir table'ın, bir TV-nin nələri ola bilər, onları data tiplərinə ifadə eləməyə çalışırsınız. Bunları da sizin seçiminizdə buraxıram. Deməli, son olaraq ümumiyyətlə dərs haqqında yorum atmanızı çox xahiş edirəm. Çünki videoya baxan adam ilk növbədə yoruma baxır. Yorumlar faydalı bir yorum görürsə, həmin adam o dərsə sona qədər baxır. Yox, faydalı deyilsə də ümumiyyətlə, yəni onu da, yəni neqativ bir yoruma da açığam mən. Rahat bir şəkildə yorumunuzu atın. Dərs haqqında mənfi və ya müsbət tərəflərini mənimlə bölüşsəniz çox yaxşı olar. Yəni mənfi gələn yorumların yəni məni həvəsdən salmaz. Əksinə mənə bir fayda olar ki, mənim mənfi tərəflərimi ola bilər mən özüm görməyim, amma sizin sayənizdə bunu görə bilərəm və o mənfiləri növbəti dərslərdə aradan qaldırmağa çalışaram. Bu belə. Və növbəti dərsimizin sonuna gəldik. Növbəti dərslər görüşənə qədər özünüzə yaxşı baxın. Sağ olun.